Bəzi özlərində alınmayan insanlar digərlərini qorxudur ki, rus dili çox çətindir, öyrənə bilməzsən. Gəlin bir dəqiqəyə yeni sözlər öyrənək və görəcəksən ki, dili öyrənmək çox asandır. Əsasda rus dili. Məsəl üçün, səhər yeməyi nədir? Zavtrak. Səhər yeməyi yemək, yəni fe'l, zavtrakать. Səhər yeməyinə na zavtrak. İndi gəl bunu tətbiq edək günorta və axşam yeməyində. Günorta yeməyi. Bəli, obed. Günorta yeməyi yemək. Obedать. Günorta yeməyinə na obed. Super. Axşam yeməyi. Ужин. Axşam yeməyi yemək. Ужинать. Axşam yeməyinə na ужин. Bravo. Məsəl üçün, səhər yeməyinə nə var? Что есть на завтрак? Biz kafedə nahar etdik. Мы пообедали. Мы пообедали в кафе. Мы пообедали в кафе. Mən bugün şam yeməyi yeməyəcəm. Я сегодня не буду ужинать. Gördünüz mü? Asandır. Əsas özünüzü qorxutmayın. Bizə güvənin, yazılın dərslərimizi. Tez bir zamanda siz özünüz də rus dilində rahat danışın. Yox imkanınız yoxdur, həvəsiniz varsa, onda danışıq kitabımı əldə et və bir neçə aya sən də sıfırdan B2 səviyyəsinə kimi qalx. Heç kimin köməyi olmadan bunu bacararsan. Buna əmin ol və hərəkətə keç.